ziyarət, həm ticarət filmi çəkəndə orada Rasim Balayevlə deməli çıxıb orada qapalı çarşı vardı. Bir nəfər Azərbaycanlı orada iş adamı idi. O dedi, axşam mən sizi qonaq apardım. En yaxşı yer. Axşam bununla görüşdük, bu bizi apardı, deməli İstanbul'un bir gözəl yerində. Gəldi içəri, oturduq, bizə stol zat düzəltdilər, yaxşı yemək zat. Birazdan bir də gördük, bəy, gəlin gəldi. Gəldilər, oturdular, nə sənə, nə mənə, nə vağzalı, nə bir şey, heç nə yoxdur. Elə gəldilər, oturdular, başladılar yeməyə. Bir də gördük o tərəfdə bir nəfər xalıca boylu bir xanım, rəqqasə paltarında, göbəyi də ona açıb, oynaya gəlir. Oynaya gəlir, yaxınlaşır hər stola. Hər stola yaxınlaşanda şabaş verirlər də, pul verirlər. Zirlərini atıb, nə bilim, burasına pul qoyurlar, orasına pul qoyurlar, özdə yaxşı pul qoyurlar, çünki hörmətli restoran. Bu indi bir gəzə belə baxdılar, bu birazdan gəlib bizim stola çıxacaq. Bizim də pulumuz var, amma niyə? Ona verəsi pulumuz yoxdur, hə? Verəsi pulumuz yoxdur. Bir Rasim mənə baxdı, mən bir Rasim'e baxdım. Rasim qayıtdı birdən. Aya, bu kabab yaman yağlı oldu. Mən gedim bir əllərimi yuyum. O bizim o dost oyundan çıxmaq istəyir, hə? Salfetkanı götürsün də dedi, yox, çox yağlıdır. Mən belə əlim getməz belə. Bu durdu getdi əlini yumağa. Gözləyirik bir 5 dəqiqə o rəqqasə də rəqs eləyə, gəzir. Gördüm, bir dənə də stol qalır. Ondan sonra bizim stola yaxınlaşacaq. Təhlükə yaxınlaşır, hə? Təhlükə yoxdur. Deməli, mən nəsə eləməliyəm. Qayıtdım mən buna ki, mən bir gedim, mən də əllərimi yuvum. Bu kabab niyə belə yağlıdır filan. Bu da mətəl qalıb ki, bunlara nə oldu? Rasim bir 10 dəqiqədir yoxdur. Mən də getdim filan. İndi gəlirəm, görürəm Rasim qapının arasından. Baxır, hə. Qayıtdı, nə oldu? Dedim, ala nə oldu? Ceyişlə, o rəqqasə bizim stola yaxınlaşırdı. Mən də aradan çıxmışam. Dedi, deyən, gör buradan baxaq, o rəqqasə gedəndən sonra gedər. Neysə, əlimizi yuduqlar, gördük rəqqasə gedib, gəldi, yoxduq ki, əllərimizi yuduq, başlamaq olar filan. O bizi qonaq eləyən qayıtdı, siz nə oldu birdən-birə ikimiz də yox oldu? Dedi, nə olacaq, gördük rəqqasə gəlir, bu üstə gələk, biz də nəsə verirdik, onun dərdindən qarşılıq əllərimizi yuduq.